إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağınızı çağırıram. Və Əhl-i Sünnə vəl Cəmaa əqidəsindən də biri odur ki, biz sahabələri sevmək, onların hamısına razı olmaq bu əqidənin əsaslarından biridir. Çünki sahabələrdən Allah Subhanahu taala razıdır və onlar da Allahdan razıdır. Allah Subhanahu taala Quranda neçə yerdə bildirir ki, Allah onlardan razıdır. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm fikir versək, Peyğəmbər sallallahu əleyhi və səlləm onların çoxsuna ailə sağlığında cənnətlə müjdələyib. Xüsusi 10 nəfərə, sonra Bədr əhlinə və s. Onlardan da birindən istəyirik toxunaq. O da böyük sahabələrdən biridir, məşhur. O da Muaviyyə radiyallahu anhudur. Və Muaviyyə radiyallahu anhu Rasul sallallahu aleyhi ve sellem sahabələrdən biri idi. Və bəzi tarixçilər deyirlər ki, fəth günü, Məkkənin fəthi günü İslamı qəbul edib və bəzi rəylərə görə ondan da qabaq qəbul eləmişdi. Yəni hicrətin 7-ci ilində. Və bu da böyük sahabələrdən biridir. Peyğəmbər sallallahu aleyhi ve sellemdən təxminən 163 dənə rivayət edib, hədis nəql edib. 163. Muaviyyə radiyallahu anhu. Və fəziləti də desək, ümumi fəzilətlərə daxildir, məsələn, şək yoxdur onda. Və məsələn, Allah Subhanahu taala buyurur, xüsusən sahabələr də daxildir ora. Allah Subhanahu taala buyurur, məsələn, ثُمَّ أَنْزَلَ اللّٰهُ سَك۪ينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ El-Aya. Tövbə surəsi 26-cı ayə. Allah Subhanahu taala bu ayədə buyurur ki, sonra da Allah öz peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi. Möminlərə, yəni sahabələrə. Və Muaviyyə də radiyallahu anhu orada idi. Yəni onların içində idi. Və həmçinin qardaşlar, və xüsusən də bu Huneyn döyüşündə olub və Muaviyyə radiyallahu anhu Huneyn döyüşündə iştirak edib. Və həmçinin başqa ayədə Peyğəmbər Allah Subhanahu taala onlara yaxşılıqla vəd edib, yaxşılığı vəd edib. Xüsusən də kim ki Allah yolunda xərcləsə, xüsusən də kim döyüşə xərcləsə, məsələn Muaviyyə radiyallahu anhu Taifdə və həmçinin Huneyndə həm malını sərf edib, həm özü də iştirak edib. Ona görə Allah Subhanahu taala qeyd edir ki, buyurur ki, kimlər ki fəthdən qabaq Allah yolunda xərcləyib və döyüşüb, onlar üçün xüsusi savab var və həmçinin fəthdən sonradır və axırda belə buyurur ki, və kullan va'adallahu'l husna vallahu bima ta'malun xabir. Hədid surəsi, yəni 10-cu ayə. Allah Subhanahu taala buyurur ki, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur. Yəni Muaviyyə də onların içindədir. Heç kəs Muaviyyəni çıxardırmayıb və çıxardı da bilməz. Və həmçinin Allah Subhanahu taala tərifləyir möminləri. O möminləri ki, xüsusən onlar Peyğəmbər sallallahu aleyhi ve sellem birinci tabi olublar. Və Muaviyyə də onlardandır. Allah Subhanahu taala buyurur, Ya eyyuhan nəbi, həsbukallah və mən ittaba'aka minəl mu'minin. Ənfal surəsi 64-cü ayə. Allah Subhanahu taala bu ayədə buyurur ki, ey Rasulum, ey Nəbi, ey Peyğəmbərim, sən və sənin ardınca gedən möminlər
təkcə Allaha bəs edər. Və Muaviyə də radiyallahu anhu onların içindəydi. O möminlərin içində Ənfal 64. Və həmçinin Tövbə surəsi 88, 89 Allah subhanahu taala bütün möminləri tərifləyir, səna edir onlara və xüsusən də mühacirlər, ənsarlara, xüsusən də kim Peyğəmbər sallallahu əleyhi və səlləm yaxın idi və onlara cənnət vəd edir və Muaviyə də onların içindədir. Və həmçinin Fəth 29 Allah subhanahu taala bütün möminlərə tərifləyir, səna edir. Və Allah subhanahu taala buyurur ki, Muhammed sallallahu Rasulullah vəllezine ma'hu əşiddəu aləl-kuffar ruhama'u beynəhum. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah subhanahu taala buyurur ki, Muhammed Rasulullahdır və onunla olanlar, yəni sahabelər və Muaviyə də onların içində kafirlərə qarşı şiddətli, lakin möminlər bir-birlərinə qarşı rəhimli idilər. Və həmçinin qardaşlar, Bəqərə surəsi 143 və həmçinin başqa ayələr. Əl-İmran surəsi 110. Allah subhanahu taala buyurur ki, kuntum xeyra ummetin uxricət lin-nas. Əl-ayə, yəni siz ən xeyirli ümmət sayıldınız. Ən xeyirli ümmət sayıldınız. Yəni birinci də qəsd olunur kimlər? Sahabelər. Və Muaviyə də onların içində. Həmçinin Tövbə 100. Muaviyə də o ayəyə daxildir. Və həmçinin Nur 55. Və həmçinin Nəml 59. Allah subhanahu taala buyurur ki, Nəml 59-da Qulilhamdulillah və salamun alə ibadihillezine istafa. Nəml surəsi 59-cu ayə. Allah subhanahu taala buyurur ki, de həmd olsun Allaha, salam olsun seçdiyi bəndələrə, yəni sahabelərə. Və Muaviyə də oradadır, qardaşlar. Elhamdülillah bu və kifayət qədər ayələr, elhamdülillah göstərir ki, Muaviyə radiyallahu anh fəzilətin. Necə sən bunu ayıra bilərsən başqa sahabelərdən? Bax, o ki qaldı sahabiyə dil uzatmaq. Və həmçinin qardaşlar, sünnəyə də fikir versək, ümumi fəzilətlərə, var ümumi fəzilətlər, var xüsusi fəzilətlər. Bu, ümumi fəzilətlər deyəndə, Muaviyə hamı daxildir sahabələr. Və ümumi fəzilətlərdən həmçinin sünnə yolla gələn, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sahabələrimi söyməyin. Sahabələrimi söyməyin. Çünki onsuz da onlar nə ediblər? Onların ovucunun yarısı, siz nə etsöz, onların ovucunun yarısına çata bilməzsiniz. Yəni, onların etdiyi ilə müqayisədə. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, ən xeyirli ümmət mənim vaxtımda olanlardır, sonra bizdən sonra gələnlər, sonra bizdən sonra gələnlər. Və Muaviyə də daxildir ora. Və həmçinin kifayət qədər hədislər var, qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm ümumən tərifləyir sahabeləri, Muaviyə də daxildir ora. Və həmçinin alimlər Muaviyə radiyallahu anhu tərifləyir. Və ona görə İbn Kəsir Bidayə və Nihayədə buyurur ki, Əyyub Səxtiyanidən deyir ki, sahabələri tərifləyən münafiqlikdən uzaq olar. Yəni, alim deyir ki, Əyyub Səxtiyani nifaqdan uzaq olmaq istəyirsənsə sahabələri təriflə. Yəni, sahabələri təni eləmək nifaqa düşməkdir, münafiqliyə. Münafiqlərin yoluna düşməkdir. Alimlər belə qeyd edirdilər. Və həmçinin xüsusi fəzilətlərindən Muaviyə radiyallahu anhunun. Xüsusi fəzilətlərindən Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub. Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləyir. Deyir ki, Allahumma cəalhu hadiyən, məhdiyən vəhdi bihi. Əhməd rivayət eləyib. Bu hədisi Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allahım, Muaviyə barədə onu düz yola yönət və onu səbəb ol ki, insanlar hidayət olunsunlar, düz yola gəlsinlər. Muaviyə üçün deyib. Əhməd rivayət eləyib. Və həmçinin Şeyx Albani deyib ki, səhihdir, Sünən Tirmizidə. Və həmçinin Acuri, rahiməhullah, bu hədisin axırında bir ləfz əlavədir. Acuri rivayətində deyir ki, وَلَا تُعَذِّبْهُ Ona əzab vermə, ona əziyyət vermə. Muaviyə üçün. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Və həmçinin Əhməd rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dua edir Muaviyə üçün, deyir ki, Allahım Muaviyəni kitabı, hesabı öyrət və cəhənnəm odundan qoruy. Həsənli qeyriti sənədi, yəni məqbuldur Muaviyə barədə. Və həmçinin Zəhəbi Təzkirə kitabında deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub Muaviyə barədə. Ümumən, Peyğəmbər sallallahu əleyhi və səlləm Muaviyə barədə yox. Ümumən deyib ki, Allahım, mən kimi lənətləsəm və kimi söysəm, onun üçün həm onu təmizlik və həm üçün rəhmət elə. Yəni, onlar Peyğəmbər sallallahu əleyhi və səlləm ola bilər qəzəblənib deyə bilərdi hansısa sahabiyə, lakin
yenə əgər eyb tutardısa sahabidə, əgər sərt danışardısa, yenə Allah Subhanahu dua edir ki, ya Rəbb, onu o sahabi üçün rəhmət elə. Rəhmətə səbəb etkinə və həmçinin onun təmizlənməyinə. Muaviyyə də radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir bir dəfə, deyir ki, Allah onun qarnını doyurmasın. O vaxt İbn Abbas radiyallahu anhu göndərir ki, ged Muaviyyəni çağır. Muaviyyə də vəh yazanlardan biri idi. Əgər vəh yazanlardan biri idisə, bu adama necə vəhyi tapşırıblar, o bir də böyük məsuliyyəti, Allahın kəlamın. Və onun fəzilətini göstərir. Aydındır? Onun fəzilətini göstərir. Muaviyyə radiyallahu anhunun. Və İbn Abbası göndərir ki, ged onu çağır. Və Muaviyyə radiyallahu anhu deyir ki, yiyirəm, saat gələcəm. Gəlir deyir ki, ya Rasulullah, bəs yiyir. Sonra deyir ki, ged yenə çağır onu. Və gedir yenə çağırır, deyir ki, ya Rasulullah, gəlir deyir ki, İbn Abbas, deyir ki, çölə yiyir. Deyir ki, görüm Allah Subhanahu onun qarnını doyurmasın. Düzdür, bəziləri bunu eyb kimi başa düşüb və ya deyib, Peyğəmbər salsan Muaviyyəni təyin elədi. Bu təyin deyil. Təyin deyil. Və ona görə İmam Muslim, rahiməhullah, bu hədisi Muaviyyə radiyallahu anhun fəzilətlərinin içində gətirir. Yəni, əksinə fəzilətdir. Aydındır. Ona görə İmam Muslim, Muaviyyə radiyallahu anhun fəzilətlərinin içində gətirir bu hədisi. Və burada sözdür və Peyğəmbər sallallahu aleyhi ve sellem də deyib, mən əgər hansı sahabiyə nəsə danışsam, pis söz desəm, aydındır, onun üçün onu rəhmətə çevirginə. Və həmçinin qardaşlar, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, məhz Muaviyyə barədə deyib ki, kim onu söysə, aydındır, kim onu söysə, kim onu lənətləsə, onu rəhmətə çevir. Və bu da göstərir ki, biz görürük ki, xüsusən Azərbaycanda ən çox fəzilət, rəhmət oxunan sahabi Muaviyyə radiyallahu anhudur. Elə deyil, qardaşlar. Elhamdülillah, Allah subhanətə o lənətləri, o söyüşləri rəhmətə çevirir Muaviyyəyə radiyallahu anhuya. Və həmçinin, qardaşlar, fəzilətləri də çoxdur və xüsusən də xilafəti devrində Omar ibn Xattab onu artıq Şama əmir qoymuşdu. Omar ibn Xattab. Və Omar ibn Xattab xilafətində şiddətli idi. Bəzi əmirləri çağırırdı, hətta vururdu. Ona görə Abu Hureyranı çağırır biraz, istənir ona qarşı, hətta toxunur ona. Lakin Muaviyyəni heç vaxt çağırmayıb. Bunu göstərir ki, Muaviyyə işin bilirdi. Aydındır, işin bilən adam idi, təcrübəli idi. Ona görə heç vaxt çağırmayıb Omar ibn Xattab. Bu da incəli idi, buna da işarədir, buna qiymət vermək lazımdır. Onu göstərir onun təcrübəliyin. Aydındır və həmçinin Osman radiyallahu anhu, həmçinin ən birinci dəniz donanmasını o düzəldir. Xüsusən, özünüz də bilirsiniz ki, İslam dövləti necə zəifləyir, fitnə düşür, xavariclər çıxır ortaya, Osmanı öldürürlər, sonra Əli ibn Əbi Talib öldürürlər, sonra Həsən gəlir, Həsən görür ki, idarə elə bilmir. İdarə elə bilmir və öz xoşuna verir Muaviyyəyə. Çünki bilir ki, o təcrübəlidir. Təsəllə, o cür İslam dövlətinin o cür zəif olan vaxtında Muaviyyə radiyallahu anh götürür xilafəti. Xilafəti götürür və gücləndirir xilafəti, müharibələr dayanır, fitnə dayanır müsəlmanların arasında və fəthlər davam edir. Fəthlər davam edir. Onu göstərir Muaviyyə radiyallahu anh necə təcrübəli idi və cəmaat da qəbul edirdi onu. Ona görə Həsənlə Hüseyin onu biyyət elədilər. Həsən biyyət elədi, onu xoşlamayanların kitablarında da yazılıb. Həsən deyir, çıxdı, biyyət elədi, dedi, cəmaat, müsəlmanlar, mən biyyət eləyən Muaviyyə siz deyin, sonra Hüseyin radiyallahu anh çıxdı, biyyət elədi. Əgər Həsənlə Hüseyin biyyət eləyibsə, qutardı. Elə deyil. Yəni, kim deyə bilər pisdir? Həsənlə Hüseyin biyyət eləyən adama. Yoxsa ziddiyyatdır. Aydındır. Yoxsa ziddiyyata düşəcək. Həmçinin, qardaşlar, və başqa şeylər. Və həmçinin Muaviyyə radiyallahu anhu nəinki sahabi idi, həmçinin möminlərin dayısıdır. Kim dayısını söyər? Aydındır, çünki Ümmü Həbibənin qardaşı idi. Ümmü Həbibə də Rasul sallallahu aleyhi ve sellem zövcəsi idi. Allah subhanət hələ buyurur ki, Əhzab surəsi 6-cı ayədə, Əhzab 6 ki, Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələr möminin anasıdır. Deməli, əgər anasıdırsa, deməli,
Onun qardaşları da dayısıdır möminlərin. Elə deyil. Ona görə Muaviyyə radiyallahu anhu möminlərin dayısıdır. Kim dayısını söyər? Aydındır, deyə bilər, pisdir. Elə deyil. Və həmçinin qardaşlar, təbii ki, bu da fəzilətdir. Bu da fəzilətdir. Ona görə Omar ibn Xattab hətta deyir ki, Muaviyyə barədə ancaq xeyir danışın. Omar ibn Xattab deyir ki, Muaviyyə üçün ancaq xeyir danışın. Və həmçinin qardaşlar, İbn Mübarəkdən, rahiməhullah, ondan soruşurlar ki, hansı əfsəldir? Muaviyyə radiyallahu anhu, yoxsa Omar ibn Abdüləziz? Muaviyyə radiyallahu anhu, yoxsa Omar ibn Abdüləziz? Və İbn Mübarək, Abdullah ibn Mübarək deyir ki, əlbəttə Muaviyyə. Əlbəttə Muaviyyə əfsəldir. Muaviyyə sahabidir. Vəhiy yazandır. Ona dil uzatma olmaz. Ona dil uzadan, sahabiyyət dil uzadan, Peyğəmbər sallallahu aleyhi ve sellem dil uzadır. Sahabiyyət dil uzadan elə çıxır ki, Peyğəmbəri pisdir sallallahu aleyhi ve sellem. Elə çıxır ki, Rasul sallallahu aleyhi ve sellem yaxşı müəllim deyildi. Onun tələbələri hamısı belə oldu. Xeyr. Ona görə sahabiyyət dil uzadan Peyğəmbərə dil uzadır. Sallallahu aleyhi ve sellemə. Əhl-i beytə dil uzadır. Və insanlar, bəzi insanlar qəribədir. Peyğəmbər sallallahu zövcəsini təyin eləyir, elə fikirləşir ki, bu Peyğəmbərə aid deyil. Sallallahu aleyhi ve sellemə. Allah subhanət hələ Peyğəmbər sallallahu zövcələrin, hətta ondan sonra da şərəfini qoruyub. Allah subhanət hələ qadağan eləyib, onlarla evlənməyi, şərəfini saxlayıb Rasul sallallahu aleyhi ve sellemin. Onlarla evlənməyi qadağan eləyib. Və Peyğəmbər sallallahu onlardan razı idi. Necə ya, sən yoldaşı söysən, sonra da fikirləşsən, qiyamət günü inşallah deyir, qiyamət günü Peyğəmbər sallallahu hövzəsi olacaq. Hə, stəkan deyəcək, hə, gəlin uşaqlar, gəlin. Maşallah, yoldaşlarımı yaxşı söyürdünüz. Belə adama sizə su verəcək oradan. Necə ya, sən Rasul sallallahu utanmayacaqsın qiyamət günü baxmağa? Rasul sallallahu zövcəsinə dil uzatırsan? İnsanın ağlı qəribədir. Həmçin qardaşlar, həmçin Mücahid, rahimullah, buyurur ki, İbn Abbasın tələbəsi buyurur ki, Muaviyyəni görəndə, Muaviyyəni görsəydiniz, deyərdiniz ki, Mehdidir. Yəni, o dərəcədə. Mücahid deyir. Deyir, Muaviyyəni görsəydiniz, deyərdiniz ki, Mehdidir. Və həmçin qardaşlar, İbn Teymiyyə, rahimullah, buyurur ki, ona görə alimlər müttəfiqdirlər ki, Muaviyyə padişahların içində ən əfsəlidir. Yəni, Raşid xəlifələrdən sonra nə padişahlar, nə başçılar olub, ən əfsəli Muaviyyədir. Ən əfsəli. İbn Teymiyyə deyir, alimlər ittifaq ediblər. Və həmçinin qardaşlar, və həmçinin fəzilətləri çoxdur. Fəzilətləri çoxdur, qardaşlar. Sadəcə, bəzən görürsən, bəzi alimlərdən nəqillər deyirlər, bəzi tabinlərdən və s. Gör ki, Həsən el-Basri buyurur ki, gör ki, tən eləyib. Yəni, və ya bəzi alimlər deyib, gör ki, Muaviyyə barədə heç bir fəzilət yoxdur və s. Özünüz eşitdiniz, özünüz gördünüz. Və bunlar hamısı, yəni, ya səhih deyil bəzi rəylər və bəzi rəylər isə etibarlı deyil, səhih deyil. Çünki, əlhamdülillah, Muaviyyə barədə nə qədər hədislər var? Ümumən və xüsusən. Və ümumən də ayələr var. Hansı ki, radiyallahu anhu daxildir. Ona görə sahabiyə dil uzatma olmaz. Sahabini sevmək imandandır. Sevməmək isə nifaqdandır. Ona görə əhl-i sünnə vəl cəma əqidəsi bizim mövqeyimiz budur ki, biz sahabiləri sevirik və biz bilirik ki, Allah onlardan razıdır və biz də onlardan razıyıq. Onlar da Allahdan razıdır və həmçinin. Lakin nə onların arasında baş verib, biz deyirik, iştihad ediblər. Hər kəs iştihad edib. Sadəcə, bəzilər düz olub iştihadında, bəzilərin səhv. Amma yenə səhv eləsələr də, yenə olan dərəcəsi düşmür sahabəliyindən. Fəzilətləri düşmür, fəzilətlərin öz yeri var. Və bu bizim mövqeyimizdir, qardaşlar. Allah subhanət hala bizi eşli faydalardan etsin. Allah subhanət hala bizi İnşallah Rasul sallallahu aleyhi ve sellem sahabelərlə həşr eləsin. Allah subhanət hala xalqımıza hidayət versin. Allah subhanət hala ölkəmizə həmçinin müsəlman ölkəni xətadan, bəladan qorusun. Allah subhanət hala müsəlmanlara kömək olsun. Allah subhanət hala bizi fitnədən və əhlindən qorusun. Allah subhanət hala mesilmizin açılmanı kömək olsun.
أقول هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب أستغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه أجمعين. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون، ولذكر الله أكبر والله يعلم ما تصنعون. وأقيموا الصلاة.